McDonald's paylaşıram, bilirəm yenə top ateşindən tutulacam və McDonald's-a gələn yeni Big Arch'ini sınayıram. Mən həmişə qeyd edirəm, McDonald's-u çox belə deyək də burgerlərini yeyə bilmirəm, çünki yedikdən sonra biraz mədəm narahat olur. Amma bu mənə çox maraqlı gəlirdi. Bu burgerin dadı necədir? Ona görə uşaqlarla gəldik, aldım, indi sınayıram. Görüşəcəm dadı necədir. Görünüşü baxın belədir. Deməli, tam səmimi olacağım. McDonald's da ikinci burgerdir ki, dadını bəyəndim. Bir burger çıxmışdı, bizim yerli şef yadınızdadsa hazırlayırdı o burgeri və sonra burgeri yığışdırdılar. Qəti satışı olmadı. 2-3 ay satıldı, sonra olmadı. O burgeri dəhşət bəyənmişdim və bu Big Arch'da ikinci burgerdir ki, McDonald's-da dadını bəyəndim. Çox ləzzətlidir. Yəni sınaya bilərsiniz. Heç elə bilin McDonald's-da burger yemirsiniz. Tamam fərqli bir dadı var. Çox ləzzətli. Pendiri, sousu, hər bir şey yerində. Super.